Üçüncü hissə. Ancaq apreldə Pasxa tətillərində Lujinin dünyasına qaçınılmaz zülmət çökdü. Ətrafda bütün dünya qaranlığa qərq olduğu bir vaxtda yalnız yenicə doğulmuş bir möcüzə, bütün həyatının cəmləşdiyi kiçik ada kimi nur içində idi. Onun iki əlli yapışdığı xoşbəxtlik çırağı bir anın içində sönmüşdü. Bu aprel səhəri əbədi olaraq buz bağladı. Həyat hardasa başqa yerdə davam edirdi. Ona az adiyyatı olan qarmaqarışıq şəhər baharı, kənd yayı öz axarı ilə davam edirdi. Hər şey yaxşı başlamışdı. Böyük Lujin öz mənzilində qaynatasının ölümünün il dönümünə həsr olunmuş musiqi gecəsi təşkil etdi. Onun özünün musiqidən başı ağ çıxırdı. Traviataya gizli, utanc gətirən həvəs göstərirdi. Konsertlərin yalnız əvvəlində royala qulaq asar, sonra isə pianistin lak çəkilmiş pianoda əks olunan əllərinə baxardı. Ancaq qaynatasının yazdığı musiqi parçalarından ibarət konsert təşkil etməyə o, özündən asılı olmadan qərar vermişdi. Qəzetlər ağızlarına su almışdılar. Xoşa gəlməz, ümidsiz unutqanlıq hiss olunurdu və arvadı titrək təbəssümlə "Bu intriqadır" deyə təkrarlayaraq hələ sağlığında atasının istedadına paxıllıq edənlərin olduğunu deyəndən sonra Böyük Lujin bu tədbiri keçirməyə qərar verdi. Qadın yaxası açıq qara paltarda, boynunda gözəl brilyant boyunbağı, üzündə yuxulu təbəssüm qonaqları sakit, təmtəraqsız qarşılayırdı. Zərif, incə səslə nəsə pıçıldayır, ürəyində utancaqlığına görə özünü məzəmmət edə-edə daim nəzərləri ilə xırda addımlarla ora-bura gəzişən, şah-şöhrətə ehtiyatla, ancaq inamla yaxınlaşan, jiletinin altından nişastalanmış köynəyi görünən xeyirxah ərini axtarırdı. Gözünün ucu ilə gür işıq altında daha aydın görünən Frinaya baxan bədii jurnalın naşiri dərindən ah çəkərək yenə də çılpaq çəkilib dedi. Bu arada onun ayaqlarına dolaşan kiçik Lujinin saçlarını tumarladı. Lujin geri çəkildi. O necə də böyüyüb, qadın səsi dedi. O kiminsə frakı arxasında gizləndi. Yox, icazə verin. Onun başı üstündə kiminsə səsi gürladı. Axı çap olunmaq üçün bu qədər tələb irəli sürmək olmaz. Öz yaşına görə həddindən artıq cılız görünən uşaq isə sakit yer tapmağa çalışaraq qonaqlar arasında gəzirdi. Bəzən kimsə onun çiynindən tutur, yersiz nəsə soruşurdu. Otaqda sırayla düzülmüş qızılı stullar darısqallıq yaratmışdı. Kimsə ehtiyatla üstünə not qoymaq üçün içəri püpitr gətirirdi. Lujin gizlicə atasının isti kabinetinə keçdi və küncüdə qoyulmuş taxtın üstündə oturdu. İki otaq aralıda yerləşən zaldan skripkanın həzin səsi eşidilirdi. O dizlərini qucaqlayaraq yarı-açıq pəncərə pərdəsi arasından qaz fənərinin bənövşəyi solğun işığı ilə işıqlandırılan küçəyə baxır və yuxulu-yuxulu musiqiyə qulaq asırdı. Qövsvari yüngül işıq seli arabir tavanda əsrarəngiz şəkildə görünüb bitirdi. Yazı masasının üstündə parıltılı bir nöqtə var idi. Onun nə olduğu məlum deyildi. Bu ya ağır büllur yumurtanın üstünə düşən işıq ləkəsi idi, ya da fotoşəklin şüşədə əksi. O az qalmışdı ki, yuxulasın. Birdən masanın üstündəki telefon zəng saldı və o dəqiqədə məlum oldu ki, parıldayan nöqtə telefonun çəngəlinin üstündədir. Yemək otağından gələn bufetçi yalnız yazı masasını işıqlandıran işığı yandırdı, Lujini görmədən dəstəyi qulağına yaxınlaşdırdı. Onu ehtiyatla dəri büvarın üstünə qoyub yenidən çıxdı. Bir dəqiqədən sonra o bir cənabla geri qayıtdı. Həmin adam işığın altında durub bir əli ilə telefonun dəstəyini qaldırdı, o bir əli ilə qapını örtərək musiqinin boğuq səsini kəsdi. "Eşidirəm", cənab dedi. Lujin cınqırını çıxarmadan tamamilə pərt halda qaranlıqdan ona baxırdı. "Yox, mən artıq çalıb qurtarmışam." O yuxarı baxa-baxa ağappaq bir yerdə qərar tutmayan əlləri ilə masanın üstündəki nəyəsə toxunaraq dedi. Faytonçu şalbanbaşı döşənmiş küçədə atları yavaşcadan muşqurdu. "Yəqin ki", cənab dedi. Lujin onu profildən görürdü. Qəşəng burnu, əla qara saçları, qalın qaşı vardı. "Əslində başa düşmürəm sən niyə bura zəng edirsən." O masanın üstündə nə isə oynada, sakit səslə dedi. "Əgər yoxlamaq istəyirsənsə, müsibət səni." O qəhqəhə ilə güldü və laklı tufli geydiyi ayaqlarını yelləməyə başladı. Sonra o böyük ustalıqla dəstəyi qulağı ilə çiyini arasında saxlayaraq arabir "hə"
Yox, ola bilər, deyə masanın üstündə oynatdığı şeyi iki əlli yuxarı qaldırdı. Bu, kiminsə atasına bir neçə gün əvvəl bağışladığı qutu idi. Lujin onun içindəkinin nə olduğunu baxmağa belə macal tapmamışdı. Ona görə də indi böyük maraqla cənabın əllərini izləyirdi. Qonaq qutunu dərhal açmadı. Mən də, o dedi. Çoxlu. Gecən xeyrə qalsın əzizim. O dəstəyi yerinə qoyub dərindən nəfəs alaraq qutunu açdı. Ancaq cənab elə dayanmışdı ki, Lujin onun nə etdiyini görə bilmədi. O ehtiyatla yerindən tərpəndi, ancaq yastıq yerə düşdü və cənab səsə çevrildi. Qaranlıqda Lujini görüb dedi. Sən burada nə edirsən? Ay, özgəsinin danışığına qulaq asmaq heç yaxşı iş deyil. Lujin susurdu. Adın nədir? Cənab Dosyana soruşdu. Lujin divandan düşüb ona yaxınlaşdı. Qutuda bir-birindən fərqli, səliqə ilə yığılmış fiqurlar var idi. Əla şahmatdır, cənab dedi. Atan oynayır? Bilmirəm, Lujin dedi. Bəs sən özün bacarırsan? Lujin başını buladı. Nahaq yerə, öyrənmək lazımdır. Mən 10 yaşında olanda artıq əla oynayırdım. Sənin neçə yaşın var? Qapı ehtiyatla açıldı. Böyük Lujin barmaqları üzərində içəri daxil oldu. O elə bilirdi ki, skripkası hələ də telefonla danışır və ona görə də çox nəzakətlə pıçıldadı. Tamaşaçılar daha bir şey çalmağınızı xahiş edir. Danışın, nə vaxt qutarsanız. Davam edin, o inersiya ilə dedi. Və oğlunu görüb tutuldu. Yox, artıq qutardım. Skripkası ayağa qalxaraq cavab verdi. Əla şahmatdır, siz oynayırsınız? Elə də yaxşı yox, Böyük Lujin dedi. Necə oyundu, bir bilsən necə oyundu? Skripkası ehtiyatla qutunu bağlayaraq dedi. Kombinasiyalar melodiya kimidir, başa düşürsünüzmü? Mən gedişləri sadəcə eşidirəm. Məncə şahmat üçün yüksək riyazi bacarıq tələb olunur, Böyük Lujin cəld dedi. Bu məsələdə mənim maestro sizi gözləyirlər. Mən indi ləzzətlə bir partiya oynayardım. Skripkası qapıya doğru irəliləyərək gülümsündü. İlahi, saysız hesabsız imkanlara malik oyundu. Çox qədim ixtiradır, Böyük Lujin dedi və oğluna baxdı. Nə oldu sənə? Gəlsənə. Ancaq Lujin zala gedərkən üstündə müxtəlif qəlyanaltılar olan yemək otağında ilişib qalmağı bacardı. O, içərisində sendviçlər olan nimçəni götürüb öz otağına keçdi. Kiçik Lujin əvvəlcə paltarını soyuna, sonra isə yatağında yeməyinə davam etdi. O artıq işığı söndürmüşdü ki, anası bir anlıq onun yanına gəlib üzərinə əyildi. Boynundakı brilyantı qaranlıqda parıldayırdı. Oğlan özünü yuxululuğa vurdu. O getdi və səs salmamağa çalışaraq qapını ehtiyatla örtdü. Kiçik Lujin ertəsi gün yuxudan mübhəm bir həyəcanla qalxdı. Parlaq günəşli gün idi. Külək əsirdi. Küçənin daş döşənmiş hissəsi bənövşəyi rəngdə parıldayırdı. Saray tağının yaxınlığında küçənin üstündə nəhəng 3 rəngli kətan parça görünürdü. Bu parçaların rəngləri arasından səma da 3 rəngə çalırdı. Hər bayramda olduğu kimi o atası ilə gəzməyə getdi. Ancaq bu əvvəlki uşaq gəzintisi deyildi. Günorta topdan açılan atəş onu artıq qorxutmurdu. Atasının dünənki gecəyə işarə ilə onun musiqi ilə məşğul olmasının daha yaxşı olacağı barədə ilhamları son dərəcədə dözülməz idi. Səhər süfrəsində qaymaqlı pasxanın qalıqları və əldəyilməmiş kuliç var idi. Bibi, həmin xoşbəxt sarışın bibi, anasının bacısı nəvəsi həddindən artıq şən idi və süfrəyə tökülmüş qırıntıları oynada deyirdi ki, Latam 25 manata onu Antoinettada gəzdirəcək. Antoinetta artıq 5-ci gündür ki, yerindən havaya qalxa bilmir, halbuki Vuazen dövrə vura-vura uçur. Özü də o qədər aşağıdan uçur ki, tribunaların üstündən pilotun qulağındakı pambıq da görünür. Oğlan nə üçünsə bu səhər yeməyini bütün təfərrüatı ilə çox aydın şəkildə yadında saxladı. Uzaq səfərə yola çıxmazdan əvvəlki günü yadında saxladığın kimi. Atası deyirdi ki, səhər yeməyindən sonra adalardakı başdan-başa anemonla örtülmüş çöllərə getmək yaxşı olardı və o, bu sözləri deyərkən bibisinin atdığı qırıntılardan biri düz onun ağzının içinə düşdü. Anası susurdu və ikinci xörəkdən sonra birdən ayağa qalxdı. Sifətinin titrədiyini gizlətməməyə çalışaraq pıçıltı ilə eybi yox, indi keçər sözləri ilə tələsik bayıra çıxdı. Atası əl dəsmalını masanın üstünə tullayıb onun arxasınca getdi.
Lujin nə baş verdiyini bilmədi. Ancaq bibisi ilə dəhlizdən keçərkən anasının yataq otağından gələn sakit hıçqırıqlarını və atasının uzadan təkrar etdiyi öyüd nəsihəti eşitdi. "Gəl burdan harasa gedək." Pörtmüş, qorxu və həyəcandan baxışları bir yerdə qarar tutmayan bibisi dedi. Və onlar kreslonun üzərinə düşən günəş şüaları altında toz nənəsinin rəqs etdiyi otağa gəldilər. Bibi siqaret yandırdı və bu şüalarda görünən tozcuğa yüngül siqaret tüstüsü qarışdı. Bibi yeganə adam idi ki, onun yanında Lujin utanıb sıxılmırdı və özünü xüsusilə yaxşı hiss edirdi. Evdə qəribə sakitlik vardı və elə bil nəsə gözlənilirdi. "Hə, gəl oynayaq." Bibi tələsik dedi və arxadan əlini onun boynuna saldı. "Necə də nazik boynun var. Bir əllə." "Sən şahmat oynamağı bacarırsan?" Lujin soruşdu və başını onun nəvaziş dolu əllərinin arasından çıxarıb yanaqlarını tünd göy rəngli paltarının qoluna sürtdü. "Yaxşısı budur, kart oynayaq." Bibi fikri dağınıq halda dedi. Hardasa qapı örtüldü. Bibi qaşqabağını töküb üzünü səs gələn səmtə tutdu və qulaq kəsildi. "Yox, mən şahmat oynamaq istəyirəm." Lujin dedi. "Çətin oyundur əzizim, onu belə asanlıqla öyrənmək olmaz." Lujin yazı masasına yaxınlaşdı. Portretin arxasında qutunu tapdı. Bibi külqabını götürmək üçün yerindən qalxdı. Qayğılı-qayğılı onu narahat edən hansısa fikri davam etdi. "Bu dəhşət olardı, bu dəhşət olardı." "Budur," Lujin dedi və qutunu inkrustasiyalı kiçik türk masasının üstünə qoydu. "Hələ bizə taxta da lazımdır," Bibi dedi. "Bilirsən nə var? Gəl mən sənə daşını vurdurma oyununu öyrədim. Bu da asandır." "Yox, şahmat," Lujin dedi və müşəmbədən qayrılmış taxtanın artısı. "Əvvəlcə fiqurları düzək." Bibi ah çəkərək başladı. Bura ağları, oraya qaraları. "Şah və vəzir yanaşı dayanmalıdır. Bax, bunlar zabitlərdir. Bunlar atlardır. Bunlar toplardır. Onlar cinahlarda dayanmalıdır. İndi..." Bibi birdən əlində fiqur qapıya baxaraq donub qaldı. "Dayan," o narahatlıqla dedi. "Mən deyəsən əl dəsmalını yemək otağında qoymuşam. İndi gəlirəm." Bibi qapını açdı, ancaq tezdə qayıtdı. "Qoy olsun," Bibi dedi və öz yerində oturdu. "Yox, mənsiz fiqurları düzmə. Yerlərini səhv salarsan. Bu piyada adlanır. İndi bax, onlar necə hərəkət edirlər. At əlbəttə ki çapır." Lujin xalça üzərində oturmuşdu. Çiyinləri bibisinin dizlərinə toxunurdu və platin qolbaqlı zərif əlləri ilə fiqurları necə qaldırıb qoyduğuna baxırdı. Vəzir ən hərəkli fiqurdu. Lujin barmaqları ilə kvadratın ortasında düz dayanmayan fiquru rahatlayaraq məmnuniyyətlə dedi. "Onlar bax, belə vururlar," bibisi dedi. "Elə bil sıxışdırırlar. Piyadalar isə belə, yanakı. Şahı götürmək mümkün olursa, bu şah adlanır. O qaçıb canını qurtarmağa yer tapa bilmirsə, bu matdır. Sən mənim şahımı tutmalısan, mənsə sənin. Görürsən, bunları izah etmək nə qədər çətindir. Bəlkə başqa vaxt oynayaq, hə?" "Yox, indi," Lujin dedi və birdən onun əlini öpdü. "Ay aman," bibisi içini səkdi. "Bu zəriflik səndə hardandır? Sən çox yaxşı oğlansan." "Xahiş edirəm, gəlin oynayaq," Lujin dedi və xalçanın üstü ilə dizin irəliləyərək masanın qabağında elə bu vəziyyətdə dayandı. Ancaq Bibi qəfildən yerindən qalxdı və tumanlının balağı bir neçə fiquru aşırdı. Qapıda Lujinin atası dayanmışdı. "Keç öz otağına," o gözünün ucu ilə oğluna baxıb dedi. İlk dəfə otağından qovulan Lujin təəccübündən elə oturduğu kimi də qalmışdı. "Eşitmədin?" atası dedi. Lujin qıpqırmızı qızardı və xalçanın üstünə dağılan fiqurları axtarmağa başladı. "Cəld ol!" Atası heç vaxt danışmadığı bir tərzdə qışqırdı. Bibi fiqurları tələsik necə gəldi qutuya yığmağa başladı. Onun əlləri əsirdi. Piyadalardan biri heç cür qutuya girmək istəmirdi. Götür, Bibi dedi, götür də. Haqsızlıqdan qapqara qalmış kiçik Lujin yavaş-yavaş müşəmbədən qayrılmış şahmat taxtasını götürdü. Əlləri məşğul olduğundan qapını bağlaya bilmədi. Atası cəld addımlarla qapıya yaxınlaşıb onu elə çırpdı ki, Lujin diksinib şahmat taxtasını əlindən saldı və taxta açıldı. O qutunu yerə qoyub fiqurları yenidən yığmalı oldu.
Qapının o üzündə kabinetdə əvvəlcə sakitlik idi. Sonra üstünə ağırlıq çökən kreslonun cırıltısı və bibisinin qırıq-qırıq sual dolu pıçıltısı eşidildi. Lujin nifrətlə fikirləşdi ki, bugün hamı dəli olub və öz otağına keçdi. Burada fiqurları bibisinin göstərdiyi qaydada düzdü. Nəysə götür-qoy edərək uzun-uzadı onları süzdü. Bundan sonra fiqurları səliqə ilə yenidən qutuya yığdı. Bu gündən şahmat onun otağında qaldı və atası uzun müddət onun yoxa çıxmasını hiss etmədi. Bu gündən hələ istifadə edə bilmədiyi füsunkar, ecazkar bir oyuncaq onun otağında qaldı. Bu gündən etibarən bibi bir daha onlara qonaq gəlmədi.